Gördüğünüz kimi ölü yiyəsi öz cənazəsini çıxartmayıb, yenə dərdi güzərinizə qoyur ki, cənazəyə yaxın dururlar. Mesela bu kadar gördüğünüz bunun son Hesabı günü. Nərdivandan gəlir yaxşı, ne? Ölülerine yakın durumda. Neden ısrar ediyor? Meyli götürün. Meyli götürmek istemiyor. Onda gəlin. Səhər saat 6'da Samilə xanımdan mənə zəng gəldi ki, Aydan xanım, mənim evimdə belə bir hadisə baş verib. 10 günə, təqribən 10 günə yaxındır ki, Nura adı ilə tanınmış, mənim evimdədir. Xəstə idi, gəldi, xahiş edildi, mən baxırdım. Elə oldu ki, bu günləri vəfat edib. Səhər saat 6'da. Bəli, ailəsi yə durmur və dəfin eləmirlər. Hüquq mühafizə orqanlarının əməkdaşlarına bu sadə kimi gözləri məlumat vermədik ki, ailə yə duracaq. Ailə yə durmadığında biz hüquq mühafizə orqanlarına məlumat verdik və vermək zorundayıq, məcburiyyətindəyim. Və məndə olan məlumata görə ağır spid xəstəsidir, birinci dərəcəlidir. Analiz verib, qeydiyyatdan keçib, 6 ay müddətinə qeydiyyatdan keçmisənsə, dərman qəbul etmirsənsə, sənin adın spid şöbəsindən silinir. Elə bir xəstələr olur. Və son mənzilə yola salınır.